Bəli, bugün sizlərə Rockstar'ın ən böyük şaheseri olan Red Dead 2 haqqında danışacağım. Yəqin ki, bu oyunu eşitməyəniniz yoxdur. Çıxdığı gündən böyük səs salan bu oyunumuz nə az nə çox 67 milyon satış sayısına çatmışdır. Oyunun qrafikası o qədər göz alıcıdır ki, oyunun 2018-də çıxış etdiyinə inanmaq çətin gəlir. Bəli, Rockstar bu baxımdan həmişə biz oyuncuları təəccübləndirir. Oyunun içərisinə gəldikdə isə bizi çox dramatik bir hekayə qarşılayır. İstərsinizsə ekrana yaxın əyləşin, çünki oyunun hekayəsinə daha yaxından baxacağıq. Hekayəmiz Hagen dağlarında başlayır və Vanderlind üzvlərini ilk olaraq orada tanıyırıq. Bandanın lideri Dutch və bizim idarə etdiyimiz əsas obraz olan Arthur Morgan hekayənin ilk dəqiqələrində ön plana çıxır. Hekayəyə görə bandamız Blackwater'da bank soyğunu etmiş, polis və agentlərlə qanlı bir atışma olmuş və böyük itkilərlə oradan qaçmağı bacarmışdır. Bandamız ilk olaraq qarlı Hagen dağlarında tərk edilmiş kiçik bir qəsəbədə yerləşmişdi. Həmin gün Sadie Adler ilə tanış oluruq və yoldaşının düşmən bandası O'Driscoll'lar tərəfindən öldürüldüyünü anlayırıq. Oyun daha sonra bizi New Hanover bölgəsinə daşıyır. Bandamız orada da rahat durmur. Əsas obrazımız olan Arthur Morgan hər səfərində Blackwater'dan oğurladıqları pulun kifayət qədər olduğunu, onların rahat şəkildə həyatlarına davam edə biləcəyinə inanır. Bunu Dutch'a da inandırmaq istəyirdi. Ancaq liderimiz Dutch biraz Micah'ın sözlərinə, biraz da öz nəfsinin səsinə qulaq asır və Amerikanın qanuna qarşı olduğu dövrdə kovboyluğa davam edirdi. Vanderlind hər getdiyi yerdə qatar, bank və at oğurluğu kimi səs-küy salan işlərlə məşğul olur və Pinkerton agentləri isə hər səfərində bandamızın işinə mane olurdu. Pinkertonlar sanki hər səfərində Dutch'ın planlarını bilirmiş, qabaqcıdan ona xəbər çatırmış kimi hazırlıqlı olurdu. Bu da bandada bir sıçanın xəbər aparıb gətirdiyinin şübhəsini yaradırdı. Bandanın maliyyə işlərinə baxan Strauss, Arthur Morgan'ı bandaya borcu olan Thomas Downes adlı bir kişinin üstünə göndərmiş və ondan borclarını geri almasını istəmişdi. Arthur Thomas'a yaxşı rəftar etməmişdi və Downes döyülməyin təsirində olarkən istəmədən Arthur'un üzünə tüpürmüşdü. Təəssüf ki, Thomas Downes ağır bir vərəm xəstəsiymiş. Arthur bu zaman bunu anlamamışdı və yoluna normal şəkildə davam eləmişdi. Xəstəlik ona yoluxmuş və bədənini get-gedə zəiflətmişdi. Davam edən qanunsuzluğa boyun əyməyən Pinkertonlar Vanderlind bandasının lideri Dutch'ı dəfələrlə təslim olmağı təklif etmiş. Dutch isə bu təklifə sadəcə mərmi atəşi ilə cavab vermişdi. Artıq şübhələr böyüyürdü. Aralarında doğrudan da bir sıçan var idi. Hər kiçik və ya böyük soyğunda qarşılarını Pinkertonların kəsməyi normal bir şey değildi. Micah Arthur'u, Arthur Micah'ı günahlandırır. Dutch isə şübhələrini dəqiqləşdirməmiş heç kimi günahlandırmırdı. Bandanın qadın üzvü olan Abigail'ı qaçıran Pinkertonlar onu Van Horn qəsəbəsində əsir almış və hər hansısa Vanderlind üzvünün onu qurtarması üçün onu bir binada əli qolu bağlı şəkildə tutmuşdu. Sadie və Arthur Abigail'ı qurtarmaq üçün Van Horn'a gəlmiş və Pinkerton agenti Andrew Milton'un tələsinə düşmüşdü. Milton onsuz da Arthur'u əsir almışam rahatlığı ilə sıçanın Micah olduğunu etiraf etmiş, ancaq Abigail onu orada öldürmüşdü. Bu zaman bandaya xəyanət edən şəxsin Micah olduğunu bilən Arthur, Dutch'ı və digərlərini Micah'dan qorumaq üçün kampa doğru yol aldı. Kampda gərgin dəqiqələr yaşadıqdan sonra John Marston ilə oradan qaçan Arthur'un sonu artıq bəlli idi. Xəstəlik bir tərəfdən Micah, Dutch, bir tərəfdən Pinkertonlar, bir tərəfdən onları rahat buraxmır və Arthur'un hər şeyi qəbullanmasına yol açırdı. O, qardaşı kimi bir yerdə böyüdüyü John Marston'la vidalaşır və onu qorumaq üçün Pinkertonların başını qatırdı. Bu zaman Micah onun üstünə atılır və ağır bir yumruqlaşma başlayırdı. Onlar döyüşərkən Dutch ortaya çıxır və sıçanın Arthur olduğunu düşünərək ona kömək etmir. Arthur son sözlərində Dutch, sıçan odur, xain odur kimi sözləri sərf etsə də Dutch buna inanmır və Arthur'u orada ölümə tərk edir. Bəli, hekayəmiz belə idi. İndi gəlin oyunu oynamaq üçün lazım olan parametrlərə göz gəzdirək. Tövsiyə edilən sistem tələbləri isə prosesor A7 4-cü nəsil və ya AMD Ryzen 5 2-ci seriyadır. 12 GB RAM və GTX 1060 video kartı ilə 6 GB-lıq video kartı ilə bu oyunu rahatlıqla oynaya bilərsiniz. Bəli, hal-hazırda FPS testlərini görürsünüz. Video kartı RTX 5080-dir. Ancaq oyunun qrafikasının keyfiyyəti video kartın keyfiyyətindən asılıdır. Bu məlumatı da vermək istədim. Bundan başqa Red Dead 2 haqqında maraqlı videoları, hətta video kart və FPS testlərini kanalımızda izləyə bilərsiniz.
Kanalımızda bu cür videolar doludur. Məncə bir göz gəzdirin. Videonu izlədiyiniz için teşekkür ederim. Video like atıp kanala abone olmağı unutmayın. Şərh bölməsində də öz fikirlərinizi yaza bilərsiniz. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.